İbn-i Qayyim rahimehullah qeyd edir ki, yəni bu duada, bu əzəmətli duada dünyada olan ən gözəl və axirətdə olan ən gözəl bir şey cəm olur. Dünyada Allahla görüşməyə olan həsrətdir və axirətdə isə Allah Teala'nın üzünə baxmaqdır. Və həmçinin riza haqqında danışıldı. Baş verən hadisələrdən sonra, təqdirdən sonra, qədərdən sonra insan razı qalması və bu həqiqi razılıqdır. Amma buna qədər olan isə bu sadəcə insanın razılığa əzm etməsidir. Yəni insan düşünür ki, belə olsa belə edərəm, səbr edərəm, razı qalaram. Bu əzmdir. Amma əsl razılıq isə baş verəndən sonra olandır. Yəni çox vaxtda ola bilər ki, insanın əzmi pozulsun. Əzm edir, qərar verir və sonra qərarını tuta bilmir. Və burada isə duada baş verəndən sonra, hadisələr baş verəndən sonra razı qalmağı istəyir. Və İbn-i Qayyim rahimehullah və həmçinin bu məna haqqında demişdir. Yəni baş verən, yəni təqdir olunanı iki iş əhatə edir. Baş verməzdən əvvəl istixarədir, Allah Teala'dan xeyir, bərəkət istəmək və baş verəndən sonra razılıqdır. Yəni insanın səadətindəndir ki, onun xoşbəxtliyindəndir ki, bunların ikisini də cəm etməsi. Yəni işdən əvvəl Allah Teala'dan istixarə istəməsi, yəni istixarə etməsi, xeyir, bərəkət istəməsi və bundan sonra baş verdikdən sonra isə yalnız üzərinə düşən səbr etməsi və bundan yuxarı mərtəbəyə qalxarsa və bu sayılır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm burada sözü keçir ki, وَالشَّوْقَ إِلَى لِقَائِكَ və səninlə görüşməyə həsrəti səndən istəyirəm. Və bu da sevginin gərəkdirdiyi şeylərdən sayılır. Yəni bu həmçinin qulluğun ən uca, ən böyük mərtəbəsi və bu sevgi də labüddür və vacib məqamlardandır. Yəni baxmayaraq ki, insanlar bunda fərqlənirlər, biri digərindən fərqlənir. Əgər Allahla görüşməyə olan həsrət, yəni qəlbin sevdiyini əldə etməsi və onunla görüşməyə can atması. Necə İbn-i Qayyim rahimehullah buyurur. Həzi mərtəbə innəmə təkulli mən kənə muhaqqiqan lil iman. Bu elə bir mərtəbədir ki, bunu imanı gerçəkləşdirən kimə bu mərtəbəyə yetişir. Və həmçinin halı, yaxşı bir hal üzərində olur və eyni zamanda Allahın nəzarətini hiss edir və Allah Teala'nı doğru düzgün şəkildə adları ilə, sifətləri ilə tanıyan kimsədir. Və kim Allahı belə tanıyarsa, doğru şəkildə qəlbi ilə, qəlbindən Allahı sevər. Və qəlbində başqa bir sevgiyə yer qalmaz. Yəni başqa bir sevgi, rəqabət aparsın, buna yer qalmaz. Və sara liqa'uhu təbarəkə və təala ahabbəl əşya ilə qalbihi və Allahla görüşməsi isə onun üçün, onun qəlbi üçün ən sevimli bir şey olur. Və bu dərəcəni bu duada istəyir. Əş-şəvqə ilə liqa'illəh. Allahla görüşməyə həsrət. Və bunu da yalnız sevgi əhli, sevgi sahibi davamlı olaraq edir. Çünki sevdiyinə həsrət içərisindədir. Sevdiyinə qovuşmaq üçün həsrət içərisindədir. Hədə kullu kəmə qalə Nəbiyyü sallallahu aleyhi və səlləm liqeydin yuqayyət bihi mə mada əv ba'du mə mada fi qeyri darra mudirra və la fitnətin mudillə. Yəni bütün bunlar hamısı da Peyğəmbər sallallahu aleyhi və səlləmin öncə keçdiyi qeyd ilə gərək olsun.
Yəni səndən başıma gələn qəzadan sonra ondan razı qalmağımı və ölümdən sonra olan gözəl həyatı diləyirəm. Sənin üzünə baxmağın ləzzətini zərər verən xəstəliyə və azğınlığa aparan fitnəyə uğramadıqca səninlə qarşılaşma həsrətini səndən istəyirəm. Və burada keçir ki, fi qeyri darra, yəni zərər verici şiddət. Çünki şiddətlər, çətinliklərin olması labüddür. Yəni insana üz verməsi labüddür. Çünki bu dünya həyatı məşəqqət diyarıdır. Necə ki, İbn Teymiyyə rahimehullah buyurur, istilik, soyuq, yəni bunların olması labüddür. İstinin, soyuğun və hər kəs əziyyətə qatlaşır. Fəl-kullu yəlqa mə yəlqa fi hədil həyati dünya. Yəni hər kəs bu dünya həyatında çəkdiyini çəkir. Yəni çətinliklərlə qarşılaşır. Çünki bu dünya həyatı məşəqqət diyarıdır, yorğunluq, çətinlik diyarıdır. Amma rahatlıq isə cənnətdədir. Və buna görə də burada qeyd gəlir ki, əd-darra, fi qeyri darra mudirra, yəni şiddətli çətinlik, yəni zərər verici çətinlik olmadan, yaxud da xəstəlik olmadan. Yəni ola bilər ki, insana üz verən bu şiddətli məşəqqət, o zərər verici şiddət, yaxud da çətinliklər olsun, insanın ölümü arzulamasına gətirib çıxarsın. Yəni bu dünya həyatından köçməyi istəsin. Və elm əhlindən bəziləri deyir ki, fi qeyri darra mudirra və şəvqi ilə liqay. Yəni bəziləri buna qaytarır ki, səninlə görüşməyə həsrəti istəyirəm, şiddətli çətinlik olmadıqca. Lə yüəthiru fi seyri və suluki ileykə. Yəni hansı ki, mən səninlə görüşməyə həsrəti səninlə istəyirəm və sənə tərəf gedən yolumda mənə mane olmasın, təsir etməsin o çətinliklər. Və yaxud da mənə mane olmasın, zərər toxundurmasın. Və həmçinin ehtimal var ki, fi qeyri darra mudirra və lə fitnəti mudirlə, yəni ola bilsin, bu da bağlıdır duanın əvvəlində keçən cümləyə. Əhyini mə kənətil həyatü xeyranli, nə qədər ki, həyat, yaşamağım mənim üçün daha xeyirlidir, məni yaşat və ölməyim daha xeyirlidir, canımı al. Yəni, azdırıcı fitnəyə düşmədən mənim canımı al və zərər verici şiddətə məruz qalmadan. Fələ yəb'udu vallahu aləm ənə hədil məani müştəmiyə muradə. Yəni, bu mənaların hamısı ola bilsin ki, nəzərdə tutulub və baxmayaraq ki, ikinci məna daha aydındır. Əgər biz bu mənaları cəm etmək istəsək, deyilir ki, İnnə qavlə fi qeyri darra mudirra, yəni zərər verici şiddət olmadan, yəni əvvəlki cümləyə, yəni duanın əvvəlindəki cümləyə bağlı olaraq, yəni azdırıcı fitnə və ya zərər verici şiddət olmadan al. Yəni, nə qədər həyat mənim üçün daha xeyirli yaşat və ölməyim daha xeyirlisə canım al. Və Peyğəmbər sallallahu aleyhi və səlləm bizə öyrətdi. Yəni, heç kəs ona üz verən bəlaya görə, müsibətə görə ölümü arzulamır. Və həmçinin bizə öyrətmişdir ki, in kənə və ləbud, əgər bunu mütləq istəməlidirsə, yəni ölümü arzulamalıdırsa, istəməlidirsə, onda belə bir qeydlə istəsin. Allahümmə əhyini mə alimtəl həyətə xeyranli və təvəffəni mə alimtəl vəfətə xeyranli. Allahım, əgər mənim yaşamağımın xeyri olduğunu bilirsənsə məni yaşat, əgər ölməyimin xeyirli olduğunu bilirsənsə mənim canımı al. Yəni insana xəstəliklər üz verdiyi zaman bədəninə xəstəlik üz verir, müsibət çökür. Lə yəcləh ən yətəmənnəl məvt. Yəni buna baxmayaraq onun ölümü arzulaması icazəli deyildir. Çünki insan bilmir. Ola bilsin ki, həyat onun üçün daha xeyirli olsun. Yəni insan nə vaxt ölümü arzulaya bilər? O vaxt ki,
onun dininə fitnənin üz verməsindən qorxarsa. فَلَا يَكُونُ ذَلِكَ عَلَى سَبِيلِ الْجَزَعِ بِسَبَبِ مَا نَهُ لَهُ فِي بَدَنِ. Yəni, insanın ölümü arzulaması onun bədəninə, malına, ailəsinə, evladına, yəni üz verən müsibətdən dolayı, yəni özündən çıxaraq olmamalıdır. Yəni, səbirsizlik edərək olmamalıdır. Yəni, buna görə insan ölümü arzulamamalıdır. Yalnız dininə üz verməsindən qorxarsa, onu da arzulaya bilir. فَاُنَا أَحْيِنِ مَا عَلِمْتَ الْحَيَاةَ خَيْرًا لِي وَتَوَفَّنِي مَا عَلِمْتَ الْوَفَاةَ خَيْرًا لِي. Və buna görə də duanın əvvəlində də bu cümlələr keçir. Və həmçinin əsəl ilə liqayq fi qeyri darray mudirra, və səninlə görüşməyə həsrəti istəyirəm, görüşmək həsrətini istəyirəm və şiddətli zərər verir, şiddət olmadan. Və bu dünyadan belə zərər verici müsibətlər və yaxud azdırıcı fitnələr olmadan dünyadan köçməsini istəyir. فهذا كأنه والله تعالى أعلم مراعى في هذا الدعاء فهو يسأل رب هذه الأمور لكن لا على أن يكون ذلك مع أو بسبب ضرر نزل فيه أو فتنة قد حلت وإنما يطلب ذلك من باب أنها مقامات عالية للعبد. Yəni bunu burada nəzərdə tutulan odur ki, bu işlərin istənilməsi. Ona görədir ki, burada keçən məqamlar uca məqamlardır və bunu insan istəyir Rəbbindən. Yəni şiddətdən xilas olmaq üçün yox, nə də ki fitnədən qorxaraq. Və qavluhu sallallahu fitnə olmadan. Yəni fitnə də bəllidir. Lakin burada qeydlə gəlib ki, azdırıcı fitnə. Çünki yəni insan bundan xali deyildir. Yəni insan mütləq fitnələrə məruz qalır. Ətraf fitnədir, imtihandır. Allah Teala buyurur: "İnnəmə əmvalukum və avladukum fitnə." Sizin evladlarınız, mallarınız fitnədir. Mallar fitnədir, uşaqlar fitnədir. Və mə yəhsul insan ayda min umur, və insana üz verən, hasil olan, insanlara onun tərifləsi fitnədir. Və həmçinin yeni çıxan sosial şəbəkələr fitnədir. İnsanın məşhurlaşması fitnədir, vəzifələr fitnədir. Həyat yoldaşı fitnədir və qadın öz əri üçün bir fitnə ola bilir. Yəni bu fitnələr elədir ki, daima insanla yanaşır sayılır, yəni imtihanlar sayılır. Və Peyğəmbər sallallahu aleyhi və səlləm deyir ki, sadaqallah, Allah Teala doğru demişdir. İnnəmə əmvalikum və avladukum fitnə. Sizin mallarınız və evladlarınız fitnədir. Həsən və Hüseyin Peyğəmbər sallallahu aleyhi və səlləm minbərin üzərində xütbə verərkən gəlir və minbərdən enərək onları qucaqlayır və sonra bu ayəni oxuyur ki, sizin evladlarınız, mallarınız fitnədir. Və şək yoxdur ki, uşaqların onları sevmək, qəlbin onlara bağlanması, yəni fitnəsiz ötüşmür və buna görə də sələflərdən birinə İbn Məsud radiyallahu anhudan gəlir ki, ennel mu'minə yəd'u hin av yestəid min mudillati el-fitən. Yəni mümin dua etdiyi zaman və yaxud da sığındığı zaman azdırıcı fitnələrdən sığınmalıdır. Yəni deməməlidir ki, fitnələrdən sənə sığınıram. Çünki insanın malı da fitnədir, evladı da fitnədir. Lakin bu söz görüş olaraq yəni münaqişə oluna bilər. Yəni bu tam şəkildə də belə deyilməsi də doğru olmaya bilər. Yəni şərtdirmi ki, insan dua etdiyi zaman mütləq azdırıcı fitnələrdən sığınsın. Və yaxud da məsələn, "Əuzu billahi minəl fitən" deyə bilərmi? Və Allah Teala hicrət məsələsində və bəzi sahabələr hicrətdən geri qalırlar öz yoldaşlarına, evladlarına görə və onlar deyirlər ki, bizi kimə buraxırsan? Və qəlbi yumuşalaraq hicrət etmir, onlarla bərabər qalır. Və bundan sonra artıq hicrət etdiyi zaman və görür ki, başqaları onu qabaqlayıb, İslamın ayinlərini, qayda qanunlarını
daha yaxşı bilirlər. Yəni dinin həqiqətlərini və imanın həqiqətlərini daha yaxşı bilirlər və bundan sonra onları geri qaldığına görə cəzalandırır. Və bu da nazil olma səbəblərində gəlmişdir. Baxmayaraq ki, bəzi rivayətlərdə zəiflik vardır. Nəzərdə tutulan odur ki, yəni uşaqlar, zövcə insandan bəzən elə bir şeylər tələb edirlər ki, insanın qəlbini məşğul edir, Allahın zikrindən məşğul edir və yaxud da bəzən halal olmayan bir şeyləri tələb edirlər və insan da öz prinsiplərindən yayınır və müəyyən qadağalara düşmüş olur. Və insan əgər deyərsə ki, "Nəuzu billahi minəl fitən", fitnələrdən Allaha sığınırıq və bu məna aydındır. Və əlavə olaraq da və insan bunu dediyi zaman fitnələrdən Allaha sığınıram və bununla nəzərdə tutduğu, yəni o fitnələr səbəbilə zərərin və azdırmanın hasil olmasını qəsd edir. Və buradan da əgər deyərsə, "Əuzu billahi minəl fitən", fitnələrdən Allaha sığınıram, yəni burada qadağa olacaq bir lakin qeydlə deyərsə, "Əuzu billahi min mudillatil fitən", azdırıcı fitnələrdən Allaha sığınıram, bu isə daha aydındır, doğrusunu Allah bilir. Çünki azdırıcı fitnələr insanın doğru yoldan yayınmasını gərəkdirir, uzaqlaşmasını. وَمِنْ ثَمَّ فَإِنَّ كَمَلْ هَذَا الْمَطْلُوبَ وَالشَّوْقِ إِلَى لِقَاءِ اللّٰهِ Yəni insanın tələbi, istəyi və xüsusən də Allahla görüşəcəyinə həsrətin olması, bu insanın mətləbi içərisində uca bir mətləb və həmçinin Allahın üzünə baxmağı istəməsi və bu da ona bağlıdır ki, dünyada ona zərər verəcək bir şey olmasın. Yəni dinində fitnəyə düşməsin, azdırıcı fitnələr olmasın və bütün bunlardan salamat qalsın ki, yəni bu yolu düzgün gedə bilsin və Rəbbi ilə görüşməyə ümidi olsun, həsrəti olsun. وَالْمَقْصُودُ أَنَّ الشَّوْقَ إِلَى لِقَاءِ اللّٰهِ يَسْتَلْزِمُ الرَّغْبَ فِيهِ لِأَنَّ ذَلِكَ لَا يَتَحَقَّقُ إِلَّا بَعْدَ مَوْتِهِ Və insanın Allahla görüşməyə olan həsrəti, burada nəzərdə tutulan odur ki, insandan yəni ölməyə rəğbəti gərəkdirir. Bu labüddür. Çünki bu öləndən sonra gerçəkləşəcək. وَإِنَّمَا يَقَعُ تَطْلُبُ ذَلِكَ أَوْ دُعَى بِهِ كَثِيرًا لِوُقُوعِ ضَرَّةٍ مُضِرَّةٍ فِي الدُّنْيَا أَوْ فِتْنَةٍ مُضِلَّةٍ فِي الدِّينِ Və buna mane ola bilər insanın dünyada zərər verici çətinliklərə düşməsi və yaxud da dində azdırıcı fitnələrə düşməsi. Və o yəqul, "Ya Rab, ənə əsəlükə hədə, ləkin min qeyri müləbəsə hədil məxavif." Ya Rab, mən bunları səndən istəyirəm, səninlə görüşməyə həsrəti və səni görməyin ləzzətini istəyirəm, lakin dünyada bu qorxulara, zərərlərə və fitnələrə düşmədən. Dünya əhli onların malına, evladına bir fitnə üz verdiyi zaman ölümü arzuluyur. Amma din əhli isə azdırıcı fitnələr səbəbi ilə ölümü arzuluyur. فَهُوَ يَخَافَ أَنْ يَقَعَ فِي شَيْءٍ مِنْ ذَلِكَ Və qorxur ki, bu fitnələrə düşə bilər, aza bilər. Və ona görə azmazdan öncə ölməsini arzulayır. فَهُنَا سَأَلَ تَمَنِّ الْمَوْتِ إِذَا حَمَلْنَاهُ عَلَى الْأَوَّلِ خَالٍ مِنْ هَذَا الْحَنِيفِ وَإِنَّمَا يَكُونُ نَاشِئًا مِنْ مَحْضِ مُحَبَّةِ اللّٰهِ Və burada ölümü arzulamağı istəməsi, əgər bu iki haldan xali olaraq birinci mənaya yönəlsək, sırf Allah sevgisi üçün, Allah sevgisindən doğaraq bunu istəyir. Yəni Allahla görüşmək həsrətini və sələflərin halı olub. Abu Darda radiyallahu anhudan ki, "Ənəhu qal, uhibbul mevte iştiyaqan ilə Rabbi." Mən ölümü sevirəm Rəbbimə olan həsrətimə görə. Allahümmə zəyyinə bi zinətil iman və sonra gəlir ki, Allahım bizi iman zinəti ilə zinətləndir. İman bəzəyi ilə zinətləndir. Yəni
imanda sabit eylə. Həmçinin onun səmərələrini artır. O da gözəl əməldir. Necə ki Allah Teala buyurur: "Velakinallah habbebe ileykumul iman ve zeyyenehu fi kulubikum ve kerraha ileykumul kufra vel fusuqa vel isyan." Yəni Allah Teala'dır sizə imanı sevdirən, onu qəlbinizdə bəzəyən və küfrü, fasiqliyi və asiliyi isə pis göstərən odur. Və şək yoxdur ki, iman insanın qəlbində bəzənir. Və insan imanı gözəl görür. Və həmçinin iman əhlini də bəzəyir. İman əhlini gözəlləşdirir. İman əhlinin batinini, daxilini gözəlləşdirir, onların şirkdən xilas olmasıyla. Çünki şirk ən böyük çirkinlikdir. Və həmçinin iman onların əməllərini, sözlərini, hallarını və zahirlərini də gözəlləşdirir. Məgər insan görmür ki, kafir insan İslam'a gəldiyi zaman necə onun üzü nurlanır və əlamətləri dəyişir. Və həmçinin rafizilər, yəni onların bir çoxlarının üzü qaralır və üzlərinə baxmaq belə olmur. Və doğru yola gəldikdən sonra, o zəlalətlərdən tövbə etdikdən sonra, yəni üzləri nurlanır və üz cizgiləri belə dəyişir tamamilə. Və bu da müşahidə olunan bir işdir. Deməli, iman əhlini böyük günahlarla, cinayətlərlə, fuhuş əməllərlə və narkotik və buna oxşar günahlara mübtala olanların üzləri qaralır və o cinayətlər onların üzlərində ortaya çıxır. Və tövbə edib Allaha qayıtdıqdan sonra üzlər nurlanır, dəyişir. Hətta innehu yəlqa mən qad arafa fələ ya'rifu. Bəzən də olur ki, insan tanıdığı bir kimsə ilə qarşılaşır, onu tanımır. Nəyə görə? Tamamilə dəyişdiyinə görə. Çünki üzündəki zülmət, qaranlıq nura çevrilmişdir və bu da müşahidə olunan bir işdir. Və sonra duada keçir ki, وَجَعَلْنَا مُهُدَاتًا مُهْتَدِينَ. Bizi doğru yolda olub, doğru yolu göstərənlərdən et. Hudət, hədi sözünün cəmidir. Hədin, yol göstərən. Hədinə ilə səbilik, yakun insan hədiyən fi nəfsihi və yakun hədiyən li qeyrihi. Yəni, həm yola düşən, doğru yola düşənlərdən və doğru yola yönəldənlərdən et və kamillik də elə budur. Yəni, insan həm özlüyündə doğru yol üzərində olması və həmçinin yol göstərməsidir. وَلَكِنْ هَذَا الْاِحْتِلَى يَكُنْ نَاقِصًا لِأَنَّهُ تَرَكَ الْأَمْرَ بِالْمَعْرُفِ. Və insan doğru yolda olması naqis olar əgər insan yaxşını əmr edib pisdən çəkindirməyi tərk edərsə. Çünki Allah Teala buyurur: "Vəltəkum minkum ummetun yed'un ila'l xeyr və ya'murun bil ma'ruf və yenhavun 'anil munkar və ulaika humul muflihun." Yəni sizdən xeyrə çağıran, yaxşını əmr edən və pisdən çəkindirən bir ümmət olsun və onlar da nicat tapanlar. Və bu Allaha olan çağırışdır və dəvət də bunların hər ikisini əhatə edir. Və bəzən də insanlardan ellər olur ki, başqalarına doğru yol göstərir, amma özü isə özlüyündə muhtədin deyildir, doğru yolda deyildir. Allah Teala buyurur: "Ətə'murunən nəsə bil birri və tənsəvnə anfusakum və entum tatlunəl kitəbə əfələ təqilun." Yəni siz insanlara yaxşılığı əmr edib özünüzü unudursunuz və özünüz də kitabı oxuyursunuz. Məgər dərk etmirsinizmi? İnsanlara namazı əmr edir, özü namaz qılmır. İffətli olmağı əmr edir, özü iffətli olmur. İnsanlara xeyri əmr edir, özü isə etmir. Və şək yoxdur ki, bu da naqislikdir və insanın bəsirətinin və ağlının və dininin azlığına dəlalət edir. Və kamillik isə insanın doğru yolda olub, doğru yolu göstərənlərdən olmasıdır. Və insanlardan dəlillər vardır ki, nə bundan, nə ondan. Və bu isə ən pis haldır. Nə doğru yolu əmr edir, göstərir.
Və buna görə də insan bu vəsfələrin hamısını gerçəkləşdirməyə çalışmalı, haqqı bilib haqqa tabe olmalı və onu başqasına öyrətməli və onu başqasına göstərməlidir. Və cəalnə hudətən muhtədin və bizi doğru yolda olub et.